Müsahibim İnsan Hakları Uğrunda İctimai Birliğinin sədri Eynullah Fətullayevdir. Studiyamıza xoş gəlibsiniz. Teşekkür ederim. Bugünkü mövzumuz siyasi məhbuslarla bağlıdır. Siz Azərbaycanda siyasi məhbuslarla bağlı, onların siyasının müəyyən edilməsindən bağlı yeni təkliflə çıxış edibsiniz. Təklifiniz nədən ibarətdir? Deməli, bildiyiniz kimi təqribən 2 ay bundan öncə biz Norveç Xarici İşlər Nazirliyi ilə gəldiyimiz ümumi nəticəyə görə və bağladığımız sazişə əsasən Azərbaycanda siyasi məhbuslarla bağlı geniş və fikrimcə müfəssəl bir informasyon bazanın yaradılması olduqca əhəmiyyətli bir istiqamət kimi müəyyən olunmuşdur və bu istiqamətin gerçəkləşməsi üçün biz Norveç Xarici İşlər Nazirliyi ilə bir saziş bağladıq. Yəni bu qərar hansı zərurətdən doğurdu? Bilirsiniz, mən ilkin araşdırmalar apardım və məlum oldu ki, bir çox hüquq müdafiəçiləri hansısa siyahılara malikdir, siyasi məhbuslarla bağlı. Lakin bu siyasi məhbuslarla bağlı heç bir informasyon bazı yoxdur. Yəni, onların məhkəmə monitorinqi, eyni zamanda onlara qarşı tətbiq olunan prosesual pozuntular, cinayət işlərinin təsviri, arayışlar, hətta tərcüməyə hal belə tapmaq çox çətin idi. Təsəvvürün adlar var, amma bu insanlar kimlərdir? Məlum deyil. Eyni zamanda bəzi siyahılarda belə paradoksal vəziyyət yaranmışdır ki, məsələn, ayrıca bir paragraf mövcud idi. Siyasi məhbuslara namizədlər. Bu, ümumiyyətlə, dünya təcrübəsində, eyni zamanda heç bir ölkədə görünməmiş bir prezidentin, necə siyasi məhbusa namizədlər. Bilirsiniz, bütün bu məsələlərə son qoymaq üçün və eyni zamanda Azərbaycanda siyasi məhbuslarla bağlı məlumatların bir vahid bazada cəmləşdirmək üçün biz belə bir qərara gəldik və bu layihəni gerçəkləşdiririk. Artıq komissiya formalaşmaq üzrədir. Hesab edirik ki, bu komissiyada toplaşacaq alimlər, eyni zamanda hüquqşünaslar, həm beynəlxalq hüquq, həm cinayət hüququ üzrə mütəxəssislər, düşünürəm ki, bəlkə də beynəlxalq ekspertlər və tanınmış hüquq müdafiəçilərin gəldiyi nəticə həm Azərbaycan cəmiyyəti üçün, həm Azərbaycan hakimiyyəti üçün, həm də beynəlxalq ictimaiyyət üçün mütləq olacaqdır. Amma Avropa Şurasının da Parlament Assambleyasının Azərbaycan üzrə siyasi məhbuslar üzrə məruzəçisi var idi. Onun statusunu nədənsə dəyişdilər. Neçə il, yəni Azərbaycana gələ bilmədi o, öz dediyinə görə Azərbaycan ona viza vermədi və onun da statusunu dəyişdilər. İndi onun statusu nədən ibarətdir? Ümumiyyətlə, yəni bir paradoksal vəziyyət yaranıbdır. İndiyə qədər siyasi məhbus Azərbaycanda var idimi, yox idimi və o nə işlərlə məşğul idi? Bundan sonra necə olacaqdı Azərbaycanda siyasi məhbuslarla bağlı problem? Bilirsiniz, Avropa Şurasının rəhbərliyinin eyni zamanda Azərbaycan üzrə səlahiyyətli nümayəndələrinin mənə verdiyi məlumata görə Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi institutunun təsis olunması məhz Azərbaycana qarşı sanksiya kimi nəzərdə tutulmuşdur. Bu, Azərbaycana qarşı bir xəbərdarlıq idi. Çünki gəlin 2007-2008-ci ildə cərəyan edən hadisələrə bir nəzər yetirək. Yadınızdadırsa, o zaman Azərbaycandan fərqli olaraq Belarusiya artıq bütün siyasi məhbusları azad etmişdir. Son repressiyalardan öncə də söhbət gedir. Həbsxanada yalnız 1 və ya 2 siyasi məhbus qalmışdı. Və artıq Lukashenkonun demokratikləşməsi və liberal rejimə keçməsi ilə bağlı Qərbdə Avropa İttifaqında böyük ümidlər yaranmışdı. Rusiyada da müəyyən ümidverici hadisələr artıq start vermişdi. Ona görə bilirsiniz, o zaman ən şiddətli repressiyalar, ən şiddətli cəza tədbirləri Azərbaycanda həyata keçirilirdi. Və sanki Azərbaycan 2007-2008-ci illərdə bilirsiniz necədir, bir çox negativ tendensiyaların ixrac mərkəzinə çevrilmişdi. Ermənistanda, Gürcüstanda, digər dövlətlərdə Azərbaycanda həyata keçirilən eksperimentləri sonradan mənimsəyirdi. Bu, siyasi hakimiyyətin təşəkkülündən tutmuş, siyasi müxalifətlə hakimiyyət arasında münasibətlərə qarşı qədər və siyasi müxalifətin cəzalanmasına qədər olan texnologiyalara aid bir eksperimentləri idi. Və ona görə də Avropa Şurası Azərbaycanı bir nümunəvi dövlət kimi seçərək bax bu sanksiyanı tətbiq etdi. Ümid o idi ki, Azərbaycan
bundan sonra, bu qərardan sonra, bu sanksiyadan sonra siyasi məhbusları, jurnalistləri, bilirsiniz ki, o zaman 7 vicdan məhbusu həbsxanada əzab çəkirdi, jurnalistlərdən söhbət gedir. Bu, Avropa Şurası üzv ölkələrində görünməmiş bir hadisə idi. Ona görə düşünürdülər ki, bu sanksiyadan sonra Azərbaycan jurnalistləri ən azı, əsas siyasi məhbusları azad edər və repressiyalar səngiyər. Lakin bunun əksi baş verdi, Davtaq bəy. Məsələ ondan ibarətdir ki, Azərbaycan bu sanksiya ilə hesablaşmadı, repressiyalar daha da şiddətləndi və repressiyalar artıq sistemli bir hal aldı. Məhz öncədən belə nəzərdə tutulmuşdu ki, Siyasi Məhbuslar üzrə Məruzəsi İnstitutu təsis olunur, lakin o, belə deyək, dondurulur. Yəni, aktiv fəaliyyətə keçmir. Yəni, bir xəbərdarlıq olaraq. Sonradan Avropa Şurasının rəhbərliyi dərk edəndə ki, bu tədbir heç bir nəticə vermədi, daha doğrusu əks effekt verdi. Azərbaycan tərəfi daha qəzəblənərək repressiyaları şiddətləndi. Həmin institutu hərəkətə gətirmək istədilər. Hərəkətə gətirəndə Azərbaycan çox ciddi olaraq müqavimət göstərdi və həmin dövrdə də, əfsuslar olsun ki, Ermənistanda, Belarusda, Ukraynada və digər MDB ölkələrində, Şərqi Avropa ölkələrində çox negativ, eyni zamanda, mən deyərdim, əks inqilabi proseslər vüsət almağa başladı. Və Azərbaycan da həmin ölkələrdə iki təcrübəyə istinad edərək təşəkkül tapmış sistemə bəraət qazandırdı. Ona görə də bax, belə bir pat vəziyyəti yaranıbdır. İndi hazırda vəziyyət necədir? Bilirsiniz ki, təqribən bir neçə gün bundan öncə Avropa Şurasında bu məsələ çox müzakirə olunurdu. İnsan haqları və hüquq məsələləri üzrə komitənin iclasında bu komitənin iclasının gündəliyini, Azərbaycan məsələsini salmaq və ya salmamaq. Yəni, tərəddüd içində idilər. Çünki mən daimi yazışırdım və məsələdən xəbərdar idim. Çünki onlar artıq bilirlər ki, bir mənalı olaraq Azərbaycanla bağlı hansı siyasi qərarlara ölkədə münasibət bir mənalı deyil. Yəni, əks effekt verir. Amma Ştrassel təkid etdi və onun təkidi ilə komitənin iclasına bu məsələ artıq əlavə olunub. Düzdür. Amma burada başqa bir məsələ də var. Artıq paradoksal vəziyyət ondan ibarətdir ki, Ştrassel Azərbaycan üzrə səlahiyyətli deyil. Əlbəttə. Çünki bilirsiniz ki, həmin komitənin sədri Purgiris Azərbaycana səfər etdi. Və Azərbaycanda apardığı danışıqlardan sonra çox müəmmalı şəkildə Ştrasselin səlahiyyətləri dəyişdirildi, mandatı əlindən alındı və o artıq çox mücərrəd bir mandatla təmin olunub. Yəni, o Avropa Şurası üzv ölkələrində siyasi məhbus məfhumu müəyyən olunması üzrə səlahiyyətli bir şəxsdir. Bu, bilirsiniz, buna abrakadabra deyirlər. Çünki bu, yenə də sizə deyirəm ki, bu çox mücərrət bir mandatdır. İndi maraqlıdır da, Ukraynada, məsələn, keçmiş baş nazir həbsdədir. Rusiyada Xodorkovski həbsdədir. Ermənistanda, yəni, müxalifətlər həbsdə olanlar var. Gürcüstanda da həmçinin jurnalistlərin həbsi var. Yəni, indi Azərbaycan hökuməti istər-istəməz belə bir iddia ilə çıxış edəcəkdir ki, siz niyə Ukraynada, Rusiyada, Ermənistanda, Gürcüstanda, hətta Belarusda nə qədər həbsdə olan adamlar var indi bu son prezident seçkilərindən sonra. Bunlarda niyə dinlənmirsiniz? Yalnız Azərbaycanla bağlı belə bəyanatlar. Çox ədalətli mövqedir. Ona görə mən deyirəm ki, proseslərin inkişafı və 2007-ci ildən 2010-cu ildə dünyada, xüsusilə postsovet məkanında, Şərqi Avropada, hətta Cənubi Avropada, mən məsələn İspaniyada və İtaliyada gedən prosesləri diqqətinizə çatdırmaq istəyirəm. Fransanın özündə gedən, mən buna demokratiyanın regressiv inkişafı deyərdim, adlandırardım, belə bu cür qiymətləndirərdim. Ona gətirib çıxartdı ki, Azərbaycanın mövqeyi ədalətli görünməyə başlayıb ki, bugün məsələn Azərbaycanda siyasi müxalifətin liderləri sərbəst fəaliyyət göstərirlər. Lakin Avropanın ən böyük ölkəsi olan Ukraynada siyasi müxalifətin lideri həbsdədir və ona hər gün yeni ittihamlar irəli sürülür. Yəni, və yaxud, məsələn, Yukasın işi Mikhail Xodorkovski və hər gün Rusiyada siyasi məhbusların, vicdan məhbuslarının sayı artır. Məsələn, o götürək Ximki meşəsi ətrafında gedən hadisələri, Artvayna, orada belə bir postmodern qrupu var, həbs olunan gənclər, blogerlər. Hər gün Rusiyada hansısa bloger və jurnalistə qarşı özü orada çox populyar bu, deməli, milli və sosial münasibətlərin qızışdırılması maddəsidir. Həm də Fransada da var da, yəni bu erməni genosidi deyən adamı
həbs edirlər. Əlbəttə, Yəni, bu da əlbəttə. siyasi. Ona görə də bilirsiniz, obyektiv və subyektiv səbəbdən həyat buna gətirib çıxartdı ki, Azərbaycan tərəfinin mövqeyi çox ədalətli görünməyə başlayıb. Mən hesab edirəm ki, Avropa Şurasının məruzəçilərini və Avropa Şurasının rəhbərliyini 5 oktyabr tarixli qərara sövq edən də digər ölkələrdə siyasi məhbusların sayının günbəgün artmasıdır. Belarusu başa düşdük. Belarus Avropa Şurasından xaric olunub, Avropa Şurasının üzvü deyil. Bəs Ukrayna, bəs Rusiya. Moldovada bilirsiniz, bu yaxınlarda çox məşhur bir yazıcı Eduard Bağırov həbs olunub. Bəs onun məsələsi yaxşı. Bütün bu ölkələri yaddan çıxardıq. Bilirsiniz, Türkiyədə bugün 83 jurnalist həbsdədir. Blogerlər, jurnalist həbsdədir. Hazırda bugün bu beynəlxalq təşkilatların hesabatlarıdır və mən Vyanada ATƏT-in söz azadlığı üzrə müvəkkili Dünya Miyatovicdən xahiş edəndə ki, bəs Azərbaycanda 2 bloger həbsdədir və bu məsələni birtəhər çözmək lazımdır. Ona dedi ki, sən nədən danışırsan? Siz xoşbəxtsiniz, 2 bloger həbsdədir. Türkiyədə 82 bloger həbsdədir və mən bu məsələni çözə bilmirəm, çünki Erdoğanla Gül danışıqlara belə getmirlər. Yəni, məni qəbul etməkdən imtina edirlər. Ona görə, bilirsiniz, bax, bu ümumi bir Avropada, dünyada gedən cərəyanın bir nəticəsidir. Təbii ki, hər bir dövlətin belə lokal mənada azadlığı özü üçündür, öz vətəndaşları üçündür. Azərbaycana qayıda. Azərbaycanda indi sizin fikrinizcə, hələ ilkin olaraq, nə qədər siyasi məhbus, nə qədər vicdan məhbusu, nə qədər də ədalətsiz məhkəmə hökmündən əziyyət çəkən adamlar var. Yəni, bunlar bir-birindən nəhayət ki, ayrılmalıdır da. Tamamilə doğrudur və biz artıq bu məsələni gündəmə gətirmişik və bu istiqamətdə də hesab edirəm ki, bizim komissiya öz mövqeyini ortaya qoyacaq. Yəni, Azərbaycanda hər bir zaman 4 kateqoriyalı məhbuslar qarışdırılıb. Vicdan məhbusları bu tamamilə fərqli bir kateqoriyadır. Yəni, öz dünya görüşünə görə, daşıdığı baxışlarına görə həbsxanaya atılan və cəzalandırılan insan. Heç şübhəsiz ki, bu kateqoriyada olan insanların azadlığı dərhal tələb olunur Amnesty International və digər təşkilatlar tərəfindən. Siyasi məhbuslar. Siyasi məhbus heç bir dünyada, deməli dünyada heç bir nüfuzlu, samballı beynəlxalq təşkilat siyasi məhbusun dərhal və qeyd şərtsiz azad olunmasını tələb etmir. Çünki siyasi məhbusun hərəkətində və fəaliyyətində cinayət əlamətləri ola bilər. Və ola bilər ki, onun cinayət işində əsaslı motivlər var, lakin onun həbsxanaya düşməsində siyasi motiv digər əsasları üstələyir. Ona görə də o siyasi məhbus hesab olunur. Yəni, siyasi motivlərlə həbsə düşən adam. Lakin o demək deyil ki, həmin insan cinayət törətməyib. Bu şəxslərlə bağlı tələb daimi qeyd şərtsiz və dərhal azadlığa buraxılması deyil. Onların işinin yenidən məhkəməyə qaytarılması və istintaqdan, yəni ibtidai istintaqdan tutulmuş son məhkəmə araşdırmalarına qədər yenidən prosesin obyektiv və ədalətli şəkildə aparılması. Amma Sərdar Cəlaloğlu ilə bağlı Avropa Şurası, Avropa Məhkəməsinin, İnsan Haqları Məhkəməsinin belə bir qərarı hələ də araşdırılıb başa çatmayıbdır. Onu da etiraf etmək lazımdır. Bəli. Tamamilə doğrudur. Tamamilə doğrudur, amma bir məsələ var. Mən sizinlə razıyam. Azərbaycanda ədalət mühakiməsi problemi var. Mən bu haqda da dəfələrlə danışıram. Yəni, burada çox, bilirsiniz necə, burada qəribə bir situasiya yaranır və artıq biz bir dəfə bunu yaşamışıq. Yadınızdadırsa, 10 il bundan öncə Avropa Şurasının tələbi ilə bir neçə nümunəvi siyasi məhbusların işini yenidən məhkəməyə qaytarıb, yenidən araşdırma apardılar. İskəndər Həmidov, səhv etmirəmsə Rəhim Qaziyev və digərlər. Məhkəmə eyni hökmü verdi. Yəni, Avropa Şurası dərk etdi ki, Azərbaycanda ədalət mühakiməsi ilə bağlı çox ciddi problemlər var. Ona görə də burada biz necə çox çıxılmaz vəziyyət yaranır da. Yəni, işi yenidən məhkəməyə qaytararaq onun ədalət mühakiməsi vasitəsilə yenidən araşdırılmasına. Biraz konkretləşdirək. İndi Azərbaycanda nə qədər siyasi məhbus hesab edirsiniz? İlkin olaraq vicdan məhbusu və ədalətsiz məhkəmə qurbanları. Mən hazırda dəqiq rəqəm demək istəmirəm və hesab edirəm ki, bu qeyri-peşəkarlıq olardı. Çünki bugün bir çox hüquq müdafiəçilərinin təqdim etdiyi siyahıları qeyri-peşəkarlıqla hazırlanmış siyahı hesab edirəm. Çünki, yenə deyirəm, o siyahının əsasında və arxasında heç bir sənəd, heç bir araşdırma, dosiyə dayanmır. Ona görə də, amma var da, düşünürəm ki, Azərbaycanda ehtimal olunan, mən bu cür deyə bilərəm, ehtimal etdiyimiz vicdan və siyasi məhbuslar var, sözsüz ki. Məsələn, biz Amnesty International kimi ciddi bir təşkilatın rəyinə əsaslana bilərik və həmin rəyə əsasən bugün Azərbaycanda Cabbar Savalan,
bir mənalı olaraq vicdan məhbusu kimi tanınıb və onun azadlığı uğrunda bugün dünyada beynəlxalq kampaniya gedir. Əfsuslar olsun ki, Amnesty International Bəxtiyar Hacıyevi vicdan məhbusu kimi tanımayıb. Bax, biz əvvəlcə söylədiyim fikrə qayıdırıq. Bəxtiyar Hacıyev ehtimal olunan siyasi məhbusdur. Yəni, onun əməlində cinayət elementləri var. Azərbaycan qanunvericiliyi əsasında. O, əskəri xidmətdən yayınıb. Amnesty International bunu nəzərə alaraq onu vicdan məhbusu tanımıb. Amma digərlərindən fərqli olaraq qanun Bəxtiyar Hacıyevə qarşı ona görə tətbiq olunub ki, o siyasi müxalifətdədir və hakimiyyət onun cəzalanmasını istəyirdi. Yəni, başa bax, burada belə bir paradoks yaranır. Bax, görürsünüz. Sonra 2 aprel məhbusları, heç şübhəsiz ki, Amnesty International təşkilatı onları vicdan məhbusu kimi tanınır. Biz buraya əsaslana bilərik. Yəni, bilirsiniz, o, bugün Amnesty International təşkilatının yanaşma metodologiyasına əsaslansaq, biz Cavar Zavalının və 2 aprel mitingçilərinin bir mənalı olaraq vicdan məhbusu olduqlarını təsdiq edirik. Eyni zamanda yadımızdan çıxarmayaq ki, Avropa Şurasının siyasi məhbus kimi tanıdığı, lakin indiyə qədər azadlığa buraxılmayan da şəxslər var və bu şəxslər Avropa Şurasının baş katibinin ekspertləri tərəfindən siyasi məhbus kimi tanınırlar. Hələ 10 il bundan öncə. Söhbət Elçin Əmraslanlıdan gedir. Məsələn, söhbət Nizami Şahmuradov. Amonçuların hamısı Azərbaycan hakimiyyəti tərəfindən prinsipə etibarıyla de facto siyasi məhbus kimi tanınmışdır və hamısı da əfv olundu, azadlığa buraxıldı. Lakin bugün APO'nun komandiri Nizami Şahmuradov həbsxanadadır. Heç şübhəsiz ki, Nizami Şahmuradov da eyni siyahıya əlavə olunmalıdır. Əlbəttə. Son sualım, bu günlərdə mən bildiyimə görə, nə qədər bilirəm, Almaniya Bundestagı Azərbaycanda siyasi məhbuslarla bağlı qərar qəbul edibdir. Bu qərarın məğzi nədən ibarətdir? Tamamilə doğrudur. Cümə günü bizdə ayın... Ötən 5-ci gün. Ötən 5-ci gün, bəli. Ötən 5-ci gün Almaniyanın Bundestagının İnsan Haqları və Humanitar Yardım Komitəsi, cənab Strassel bu komitənin üzvüdür. Azərbaycanda siyasi məhbuslar məsələsi ilə bağlı ciddi müzakirələr aparmış və eyni zamanda cənab Strasselin Azərbaycana buraxılmaması məsələsini xeyli müzakirə etdikdən sonra qətnamə ilə çıxış edib Almaniya hökumətinə müraciət edibdir. Qətnamədə cənab Strasselin Azərbaycana buraxılmaması çox kəskin şəkildə pislənilib. Eyni zamanda Azərbaycanda xeyli sayda ehtimal olunan siyasi məhbusların mövcudluğu bildirilir. Həmin şəxslərin işlərinin məhz cənab Strassel tərəfindən araşdırılması üçün Azərbaycan tərəfindən müəyyən lazımi şəraitin yaradılması tələb olunur və orada ən önəmlisi sonuncu bənddir. Bundestagın komitəsi Almaniya hökumətinə müraciət edərək çox vacib Azərbaycan hökuməti ilə bağlı, Azərbaycan hökuməti ilə siyasi məhbuslarla bağlı əhəmiyyətli və vacib dialoqun başlanmasına çağırış edibdir. Mən hesab edirəm ki, bu qətnamənin deməli, qəbul olunması heç də təsadüfi deyil. Diqqət yetirin. Bu qətnamə Avropa Şurası Parlament Assambleyasının İnsan Haqları və Hüquqi Məsələlər üzrə Komitəsinin deməli 16 noyabr tarixli iclasının ərəfəsində qəbul olunub. Hesab edirəm ki, bununla cənab Strassel Azərbaycan hökumətinə bir xəbərdarlıq edib ki, həmin komitədə də oxşar qətnamə qəbul oluna bilər. Düşünürəm ki, müzakirə edəcəyik, amma hər halda 16 noyabrda mən Avropa Şurasını nəyə dəvət edəcəm və cənab Strassel'da çalışacağım buna inandırım. Mən təklif edəcəm ki, bizim komissiya öz fəaliyyətinə yekunlaşdırmayana qədər deməli beynəlxalq ekspertlər və Avropa Şurasının ekspertləri bizim fəaliyyətə dəstək versinlər. Yəni bizim komissiyanın fəaliyyətinə dəstək versinlər. Və mən çox istərdim ki, bizim komissiyanın deməli fəaliyyətinin nəticələri Avropa Şurası tərəfindən qəbul olunsun. Yəni hətta cənab Strassel Azərbaycana buraxmasalar belə, bizim komissiyanın nəticələri Avropa Şurası üçün reprezentativ olacaq. Çox sağ olun, studiyamıza gəldiyinizə görə təşəkkür edirəm. Bugünkü qonağım İnsan Haqları uğrunda İctimai Birliyinin sədri Eynullah Fəthullayev idi. Sağ olun.